Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz bu günlərin çox gözəl bir ailənin qonağı, incə dedim, Bəhram müəllimin bağ çəkiliş elədik. Bəhram müəllimin həyat yoldaşı, yəni Yevlax rayonunun Xanabad kəndində, Yevlax rayonu Xanabad kəndi yəqin ki, bilirsiniz, Respublikada tanınmış kəndlərdən biridir, gözəl kəndlərdən, qonaqpərvər və ziyalı kəndlərdən biridir və həyatını, ömrünü təhsilə fəda vermiş mənlərdən birini sizlərə təqdim eləmək istəyirəm. Mən buyurun, adınız, soyadınız? Şeydayeva Qəstaman, Ağməsər qızı. Çox gözəl. Biz sizin haqqında maraqlanmışıq, çox müsahibə sonluqlar aparmışıq, şagirdlərdən, tələbələrdən, müəllimlərdən. Hər kəs sizin haqqında gözəl sözlər bizə bildirdilər. Biz də gəldik sizin haqqında gözəl çəkiliş eləyək. Gördüyünüz kimi, Çağdaş Təhsil qəzetinin xüsusi buraxılış jurnalda biz müəllimin inşallah qəzetimizin xüsusi buraxılışında verəcəyik. Həm YouTube-da, saytda, hansısa mətbu orqanlarda inşallah işıqlandıracağıq. Sizə uğurlar dilərik. Və bizim bölgə müxbirimizdən, bu günlər bölgə müxbirlərimizdən biz gəlmişik. Məryəm xanım və mən bizim Emin bəy sizin qonağınız olmalı. Məryəm xanım, buyurun, sualınızı deyə bilərsiniz. Müəllimə, biz bilmək istəyirik ki, siz təhsil sahəsində neçə il çalışmısınız? Mən 42 il təhsil sahəsində çalışmışam. 42 il ərzində həyatınızı təhsilə fəda vermişsiniz. O cümlədə hansı fənn tədris eləmişsiniz müəllimə? Xarici dili. Xarici dili. Çox gözəl. İngilis dili fənnindən şagirdlərin ən yüksək balla ali məktəbə qəbul olması üçün əlindən gələn əsirgəməyən müəllimlərdən biridir. O cümlədən şagirdlərin İngilis dili fənnini mükəmməl şəkildə mənimsəməsi üçün əlindən gələn əsirgəməyən müəllimlərdən biridir. Ona görə sizə zorunuzdan dərin təşəkkür bildirirəm, minnətdarlıq bildiririk. Çağdaş Təhsil komandası olaraq biz sizi kimi müəllimlərlə fəxr edirik, qürur duyuruq. Və Məryəm xanım da bizim bölgə müxbirimizdir. Həm də Çağdaş Təhsilin tədrisində riyaziyyat müəllimi kimi bizdə bəli ki, çalışır. Biz də həm də bölgə müxbirimizdir. Gəlmiş sizi gözəl şəkildə işıqlandıraq. Əlavə sualınız var Məryəm xanım, buyurun. Mən istəyirdim ki, yəni universitetdə hazırladığı şagirdlərin, yəni nailiyyətlərində hər birində sizin uğurunuz daha çoxdur. Yəni neçə ildir rektor fəaliyyət göstərsiniz? Yox, göstərmişsiniz yoxsa yox? Əvvəllər göstərmişəm düzü, sonra da yaşına qədər, hətta şəraitlərə görə də Bəhram müəllim məşğul olubdur. Nəticələriniz var da bu şagirdlər? Nəticələrimiz çoxdur. Çox gözəl. Hal-hazırda İngilis dili müəllimi işləyən müəllimlərimiz var. Özündə yanaşıb Xanabad məktəbində də işləyir, qonşu kəndlərdə də işləyən var, bəli. Aygül müəllimə var, Xəyali müəllimə var, sonra Töhfə müəllimə var. Çoxdur müəllimə. Çox gözəl. Və biz Çağdaş Təhsil komandası olaraq mən Vüsal Kəlbəzərli və bizim bölgə müxbirimiz Məryəm xanım və Emin bəy bizim kameramanımız bu günlərin gözəl bir ailənin qonağı olduq. Bəhram müəllim və Qəstaman müəllim qonağı olduq. Çox şad olduk. Çox şad olduk, təşəkkür edirəm və siz bu günlərdə çox gözəl bir gündür. Demək 2025-ci il 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə sizə təbrik edirəm. Ana kimi sizi təbrik edirəm. Sağ olun, təşəkkür edirəm. Sağ olun.